Belə də ümid qalır sabaha. Gün olaraq demirəm ha, sabah komandasını nəzərdə tuturam. Həmişə öyrəşmişik Qarabağa. Bu dəfə Azərbaycan futbolunu azı yanvara qədər Avropada təmsil etmək missiyası sabahın üzərindədir. Dambrauskasın komandası hələ ki ən azı Konfrans Liqasının əsas mərhələsində yerini təmin edib. Çempionlar Liqasında ilk ilində 2 mərhələ keçən birinci Azərbaycan klubu olaraq bizim futbolun tarixinə düşüb. Çox pakizə. 3-cü mərhələnin ilk maçında Danimarkada Orxusa uduzmaqla liqada ilk məğlubiyyətini aldı Sabah. Amma oyun göstərdi ki, Orxus tam da Sabahın gücünə görə keçiləsi rəqibdir. Sabah hətta Danimarkada minimum heç edə bilərdi. Amma mərhələlər keçildikcə, rəqiblər çətinləşdikcə Sabahın da hara qədər olduğu görünür. Baxmayaraq ki, Sabah Çempionlar Liqasındakı ilk 4 oyunda qol buraxmamışdı. Mən çempionumuzun müdafiə xəttinə güvənmirəm. Qapıcı Pokatilovun Kupsla oyunda çıxışdakı səhvini finlər bağışladı, qarşıdakı rəqiblər bağışlamayacaq. Solbetin qeyri-adi görünüşü, gözlənilməz qərarları olsa da, indi səhv edər, bu dəqiqə səhv edər düşüncəsi ilə həmişə ondan ehtiyat edirəm. Puxaç əla oyunçudur, amma Sabahla samballı müqavilə bağladıqdan sonra deyəsən yaxşıca yeyib-içib tətilin keyfini çıxarıb. Hələ istirahətdən qayıtmayıb. Orta xəttdə də Aleksey İsayev qapıya dəqiq zərbə vurmağı öyrənsə yaxşı olar. Qapı çərçivəsində gedən bir zərbəsi belə olmadı İsayevin. Sabah yeni transferləri niyə edib anlamırıq. Heç birinin ümidverici oyununu görməmişik. Bəzilərinin isə nəinki oyununu heç üzünü belə görməmişik. Demək olar ki, ötən mövsümki heyət oynayır. Pokatilov əvəzləyəcək normal qapıcı yoxdur. Bu müdafiə, bu hücumla laf tutaq ki, Konfrans Liqasının əsas mərhələsində oynadın. 6-7 Avropa klubuna qarşı necə oynayacaqsan, Mister Dambrauskas? İkincisi də niyə məhz Konfrans Liqası? Orxusu keç və ən azı Avroliqanın qrup mərhələsində yerini təmin et. Həm UEFA-dan qazancın çox olsun, həm də daha səviyyəli rəqiblərlə oyna. Orxusa uduzub Avroliqa üçün Qarabağdan yanıqlı qalan Benfica ilə oynamaqdansa tam gücünü toplayıb, meydanda bütün varlığını qoyub Danimarkalıları məğlub etmək, bədii dildə desək, Masazırda duz gölünə qərq etmək daha real görünür. Sən isə dəyərli azarkeş, həm Sabahı, həm də Qarabağı dəstəksiz qoyma. Bugün sizə daha çox ehtiyacı var. Göstərin Danimarkadan, Ukraynadan gələnlərə gücünüzü. Avqustun 11-i və 13-də bizə qələbə lazımdır. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.